Mən bilən izləyicilərimiz də, siz də yaxşı bilirsiniz, toxun acdan xəbəri olmaz. Adamlar milyardlarla əlləşirlər, qazanclarını da, xərclərini də milyardlarla hesablayırlar. Ona görə də onlar üçün ayda 30 manat heç bir pul kimi görünmür. Onlar başa düşmürlər ki, bu ölkədə 3 milyon nəfər insan, faktiki hər ailədən bir nəfər banklara kredit ödəyir. Yüksək faizlə ödəyir həmin kreditləri. Onlar başa düşmürlər ki, bu ölkədə milyonlarla insan ümumiyyətlə əmək haqqı almır. Hələ o 1,5 milyon nəfər ki, daimi iş olan var, onların da 800 min nəfərə qədərinin işi onların o minimal tələbatını ödəmir. Onlar onu başa düşmürlər. Və başa düşmürlər ki, 30 manat sadəcə telefonun açıq qalması üçün bir insan tərəfindən ödənilməsi bu indiki Azərbaycanda çox ağır bir yükdür. Onlar onu da bilmirlər ki, bugün telefonsuz hətta ən kasıb, imkansız adamların da demək olar ki, yaşaması, fəaliyyət göstərməsi, heç olmasa o çörəyini birtəhər qazanması da çox çətin olur. Ona görə yəni telefon hal-hazırda, mobil telefon zəruri tələbat xidmətinə çevrilib. Yəni onsuz demək olar ki, həyatı davam eləmək də çox çətindir. Deməli, Azərbaycanlılar yenidən seçim qarşısına qoyulurlar ki, yenidən nələrdənsə, onsuz da kəsmişdin, onsuz da güclə yaşayırdın, dərmandan kəsirdin, paltardan kəsirdin, xeyir-şərdən kəsirdin, harasa getməkdən kəsirdin, yeməkdən kəsirdin. İndi yenə də bax gör, haradansa kəsəsən ki, telefonun heç olmasa açıq qalsın. Həm də burada bilirsiniz, bu günə 1 manatdan ki, tələb edirlər telefonun sadəcə açıq qalması üçün. Siz bu, belə deyək, bu minimal xərcdir telefonun. İnternet istifadəçiləri üçün, telefonla çox iş görüb, çox danışan adamlar üçün əlavə pullar da gələcək. Yəni bu minimal sadəcə telefonun açıq qalması üçün tələb olunan məbləğdir. Və siz düşünün ki, Azərselin 5 milyon nəfərdən artıq abunəçisi var. Günə oturduqları yerdə 5 milyon manat edir. Sizin üçün 1 manatdır. Onlar üçün günü 5 milyon manatdır. 365 günü də vurun 5 milyona, görəcəksiniz ki, oturduqları yerdə sadəcə sizin telefonu qapatmadıqları üçün, heç nə göstərmədən, heç bir xidmət göstərmədən, sadəcə sizin cibinizdə olan telefonun qapanmaması üçün 1,5-2 milyard manat biz ildə bunlara pul ödəməliyik. Bu qiymət artımından sonra xeyli adam sadəlövcəsinə düşündü ki, onun bizim, yəni alternativlərimiz var. Güya biz Azərseldən kütləvi şəkildə imtina eləyib, boykot eləyib, məsələn, Baktelə ya da Narmabaya da keçsək, o zaman problemimiz həll olunacaq. Nə oldu? İnsanlar elə təzə başlamışlar ki, Azərseldən çıxıb Baktelə keçməyə, Baktel də qiymətləri qaldırdı. Hələlik Azərsel qədər yox. Amma başa düşmək lazım ki, bunların hamısı sizin dediyiniz kimi bir ailəyə məxsus olan şirkətlərdir. Azərseldə qiyməti qaldıran adamlar həm də rəhbərlik edir Baktelə və digərlərinə. Əgər orada qaldıra biliblərsə, burada da qaldıracaqlar həmin qiyməti. Beləliklə, Azərbaycan xalqının nəhayət indi xəbəri olsun ki, bizim heç bir seçim imkanımız yoxdur. Əgər dünənə qədər siz düşünürdünüzsə ki, bu seçim hüququnun olmamağı yalnız siyasətlə bağlıdır. Yəni, məsələn, sizin, bizim, ölkənin əhalisinin özünə prezident seçmək hüququ yoxdur, hökumət, parlament seçmək, bələdiyyə seçmək hüququ yoxdur. Amma indi məlum olur ki, ümumiyyətlə heç nə seçmək hüququmuz yoxdur. Bizim banklarda da seçimimiz yoxdur. Biz hara geçsək, bunların banklarından deməli kredit götürməliyik, bunlara faiz ödəməliyik. Hara geçsək, bunların sığorta şirkətlərinə pul ödəməliyik, bunları varlandırmalıyıq. Bizim heç ticarətdə də seçimimiz yoxdur. Demək olar ki, ölkədəki böyük ticarət mərkəzlərinin hamısı bir əldədir, cəmləşib. Hətta supermarketlərində artıq 80-90% bir əldə cəmləşib. Hara gedirsən get, istəyirsən təyyarə ilə uç, istəyirsən oteldə qal, istəyirsən Azərbaycanda istehsal olunmuş hansısa məhsul al, hətta xaricdən gətirilmiş məhsul al. Dərman alacaqsan, bunları varlandıracaqsan. Çünki dərman biznesi də bunların əlindədir. Yerli ərzaq alacaqsan ki, qoy yerli məhsul alın, xeyir vətənə qalsın, vətən əvəzinə xeyir bunlara qalacaq. Yaxşı deyəcəksən, yerli məhsul almıram, qoy xaricdən gətirilən məhsul alın,
yenə də onlar sənə şərik olacaqlar. Çünki Azərbaycana bax bizim istifadə etdiyimiz həmin o ət artıq yerli tələbatı bilirsiniz də Azərbaycan kənd təsərrüfatı ödəmir. Bizim bu cür gözəl təbiəti olan, kənd təsərrüfatı üçün uyğun hər şey olan Azərbaycanda ərzaq məhsullarının böyük hissəsi xaricdən alınır. Və Azərbaycana çoxlu sayda demək ətlik mal-qara gətirilir. Həmin o Azərbaycana ithal olunmuş, həmin o mal-qaranın demək ətinin 1 kiloqramı Azərbaycana gəlib çıxır 9 manata. Azərbaycanda neçəyə satılır bu qiymət? Yaxşı bilirsiniz. Bəzən 17, 18, bəzən 20 və daha artıq baha qiymətə satılır. Yağ da həmin qaydada 12 manata Azərbaycana gəlib çıxır, 23 manata və daha baha qiymətlərə Azərbaycanda satılır. Beləliklə, əziz həmvətənlər, baxın, istəyirsiniz yerli dırnaqarası məhsul alın, çıxacaq, məlum olacaq ki, ailə şirkətinin, nə yerli. İstəyirsiniz xaricdən gətirilmiş məhsul alın, onun da üzərindəki bütün o deməli rüşvətin faizləri hamısı məlum ciblərə, məlum kassalara gedəcək. İstəyirsinizsə maşınınıza benzin alın, deməli o da həmin qaydada məlum mərkəzə toplanacaq. Canınız ağrıyır, dərman almaq istəyirsiniz, yenə həmin qaydada bir yerdə toplanacaq. Nə çıxır ortalığa? Baxın, bax bu həqiqəti biz hamımız bilməliyik. Azərbaycan hakimiyyəti, o bir qrup korrupsioner bizləri, bu 10 milyon insanı istehlakçı kimi görür. Biz bu ölkəyə lazımıq istehlakçı kimi. Məsələn, Azərsunun deməli qida məhsullarını almaqdan ötürü, demək bunlara məxsus olan supermarketlərdə bazarlıq eləyib olan pulumuzu orada xərcləməkdən ötürü, digər ticarət mərkəzlərində pulumuzu xərcləməkdən ötürü və sadalamıram, biraz əvvəl dedim. Bunların banklarına faiz verməkdən ötürü, istehlak kreditləri ödəməkdən ötürü, hətta biraz imkanlımız öz aləmimizdə belə sevinirik ki, artıq mən hətta ev də ala bilərəm, gedib bunların tikinti şirkətindən ev almalısan, uzaqbaşı. Deməli, hara gedirsən get, bunlar üçün pul xərcləməlisən. Biz həmin bir qrup adam üçün sadəcə olaraq istehlakçı kimi, bazar kimi maraqlıyıq. Ancaq bu qədər maraqlıyıq biz həmin adamlara və ona görə bu vəziyyət yaranıb ki, Azərbaycanda bax bu qrup, balaca qrup, dırnaqarası uzaq görənliklə bütün ictimai institutları məhv eləyib. Ona görə belə rahatlıqla öz istədiklərini diktə edirlər ki, bilirlər ki, artıq Azərbaycan cəmiyyətinin müqavimət mərkəzlərini xeyli dərəcədə söndürə biliblər. Bax, bu gün üçün idi mətbuatı tamamilə susturmaq, müstəqil mətbuat olmasın. Bu gün üçün idi ki, parlamentarizmi Azərbaycanda məhv elədilər. Baxın, orada bir nəfər sizin sözünüzü deyən adam var, kimsə cəsarət eləyib bu məsələləri qaldıracaq orada. Artıq parlament mahiyyətini itirib, məhkəmələr mahiyyətini itirib. Yerli özünidarə heç əvvəldən qurulmadı. Media tamamilə məhv edilib. Siyasi partiyalar məhv edilib ya da edilməkdədir. Vətəndaş cəmiyyəti məhv edilir. Və bunun hamısının nəticəsi budur ki, monopoliya artıq bizim həyatımızın bütün sahələrinə öz tələbini diktə edir. Bəli, bizə deyirlər ki, dözməlisiniz, tabe olmalısınız, bizim banklara faiz ödəməlisiniz, bizdən məhsul almalısınız, bizim keyfiyyətsiz məhsulumuzu da almalısınız. Başqa heç bir alternativiniz olmamalıdır. Bizim sizə əta elədiyimiz o telefonların işləməsi üçün də günü 1 manatdan bütövlükdə ölkə əhalisi bizə pul ödəməlidir. Bax, bunu bizə diktə edirlər. Və hələlik biz xalq olaraq heç nə edə bilmirik, heç bir müqavimət göstərə bilmirik. Çünki əsas, daha önəmli məsələni əlimizdən alanda, ən fundamental hüququ əlimizdən alanda bizi vaxtilə aldada biliblər. Bizim başımızın altına balış qoyublar, bizi inandırıblar ki, siyasətə qarışmaq lazım deyil. Siyasət çirkin peşədir, qoyun bu çirkin peşə ilə biz məşğul olaq. Bu çıxır da. Siyasət çirkin peşədir, amma özləri oturduqları stullardan qopmurlar. Hakimiyyət hərisliyindən dəm vururlar, amma özləri hakimiyyətdən 5 əlinə yapışıblar və insanları bu şəkildə siyasətə qarışmayın. Siyasətə qarışmasanız güya başınız salamat qalacaq. Siz tək ki, siyasətə qarışmayın. Bütün başqa məsələlərdə biz sizə imkanlar tanıyacağıq. Yalanı ilə insanları faktiki olaraq siyasətdən, ictimai həyatdan, öz taleyindən uzaqlaşdırdılar. İnsanları o qədər biganə elədilər ki, onların haqqı üçün,
onların hüquq və azadlıqları üçün, onların seçim imkanları olsun deyə canını fəda edən, sağlığını fəda edən insanların hayqırtısına da çoxları qulağını tıxadı. Qarşılarına siyasi məhbuslarla bağlı mövzu çıxanda proqramları dəyişdi və insanlar həmin o biganə olmanın indi bədəlini ödəyirlər. Bəli, seçim hüququ olmayan ölkədə heç kəs, heç bir hökumət xalqı saymır, xalqla hesablaşmır. Ona görə də bilməliyik ki, bəli, ölkəmizin bütövlükdə monopoliyalar idarə edir. Cəmi bir neçə ailəyə məxsusdur bütün bu monopoliyalar, əlbəttə ki, birinci ailə başda olmaqla və bu vəziyyətin dəyişməsi siyasi vəziyyətin dəyişməsinə bağlıdır. Heç bir monopoliya əleyhinə qanun bu ölkədə işləməyəcək. Heç bir məhkəmə hakimiyyəti yoxdur ki, buna qarşı tədbir görsün. İctimai rəyin qınağından qətiyyən çəkinmirlər. Ona görə də Azərbaycan xalqı buradan mesaj almalıdır. Bax, biz zaman-zaman deyirdik ki, hüquqlarımızın itirilməsi sadəcə siyasi həyatı, belə deyək, təsirləndirməyəcək. Hüquqlarımız olmayacaqsa, danışmaq, etiraz eləmək, tələb irəli sürmək, sorğu sormaq, hüququmuz, imkanımız olmayacaqsa, bizə qarşı zülm artacaq. Bizim sosial hüquqlarımız da olmayacaq, bizim iqtisadi hüquqlarımız da olmayacaq, bizim normal insan kimi yaşamaq imkanımız da olmayacaq. O zaman da gəlib çıxmışıq. Ona görə də indi Azərbaycan xalqı buradan özü üçün nəticə çıxarmalıdır ki, bəli, monopoliyalardan xalqımızı, özümüzü, həyatımızı xilas etmək üçün ilk növbədə siyasi monopoliyadan, ömürlük hakimiyyətdən xilas olmaq lazımdır. Bir nəfərlik hakimiyyətlərdən xilas olmaq lazımdır. Fundamental hüquqlarımıza nail olsaq, o zaman sosial-iqtisadi həyatda da monopoliyalara son qoya bilərik.